Yeni Abşeron Ticaret Merkezi'ne gedirik bu dəfə. Toptancı yox, çəkilişimiz sərgimizin baş sponsoru olan Abşeron Ticaret Merkezi'nin ofisində olacaq. Siz izləməyə davam edin, biz isə yolumuza getdik. Bu gün Kamyasun biznes sərgisi ilə bağlı çəkiliş prosesini və arxa planını sizə göstərəcəm. Yol üstü videoqrafımızı da götürüb birlikdə yollanırıq Abşeron Ticaret Mərkəzinə. 7, 8, 9 oktyabr tarixlərində keçiriləcək bu sərgi Abşeron Ticaret Mərkəzinin baş sponsorluğu ilə başlayacaq. Necəsiz? Selamünaleyküm, necəsiz? Xoş gördük. Sağ olun, necəsiz? Hazırda Abşeron Ticaret Mərkəzindəki marketinq ofisində. Ticaret mərkəzi üçün hazırlanan kampaniyalar, proqramlar bu ofisdəki komandanın gücüdür. Erhan bəy başda olmaqla bütün əməkdaşlara işlərində davamlı uğurlar arzulayıram. Yeri gəlmişkən növbəti həftə Abşeron Ticaret Mərkəzində Lego evinin açılışı da baş tutacaq. Gördüyünüz bütün bu legolar orada sərgilənəcək. Lego həvəskarları mütləq gəlib bu modelləri öz gözləri ilə yaxından görməlidir. Birazdan Erhan bəy də gəlir və çəkiliş prosesi başlayır. Öncə hazırlıq edirik, kadrlar qurulur, sonra isə çəkilişlər başlayır. İnşaat sektöründe dünyada bizden daha büyük yok. Ümumilikdə sərgidə 200-dən çox şirkətin iştirakı planlanıb. Artıq sərgi zalının 1/3 hissəsi bron olunub və proses aktiv davam edir. Bəs siz sərgilərdə şirkət və ya ziyarətçi olaraq iştirak edirsinizmi? Rəylərdə qeyd edin. Ziyarətçi olaraq iştirak etmək istəyənlər üçün sərgi vaxtına az qalmış xatırlatma videosu paylaşılacaq. Ümumiyyətlə bu tip sərgilərdə iştirak yeni və böyümək istəyən şirkətlər üçün məncə çox vacibdir. Çünki burada qısa zamanda real müştərilərlə birbaşa ünsiyyət qurulur, yeni əməkdaşlıqlar yaranır və bizneslər bazarda öz mövqeyini daha da gücləndirir. Əgər siz də sərgidə iştirak edərək biznesinizi böyütmək və yeni əməkdaşlıqlar qurmaq istəyirsinizsə, hələ də gec deyil. Ətraflı məlumatı sizə yazılı şəkildə göndərməyim üçün rəylərdə sərgi sözünü yazın və mən anında sizə bütün məlumatları yazılı şəkildə göndərim. Bu videonu isə biznesi olan və biznesini böyütmək istəyən dostlarınla mütləq paylaş.